Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlamalar verib və qeyd edib ki, bu günləri həmd olsun ki, ev-eşiyim, şəraitim var, vaxtında o xırda pulları xərcləyə də bilərdim. Dostum yaxın vaxtda 2021-ci ilin Qarenvay-Genini alıb sağlığına qismət. Mən də eyni markadan olan 2011-ci ilin maşınını sürürəm. 2-3 dəfə maşınımı dəyişməyə cəhd etmişəm. Əlimdə pul da olub. Avtomobil üçün yığdığım pula ev almışam. İlkin ödənişini vermişəm. Qalan hesabı da 2-3 ilə kreditlə bağlamışam. O maşını alsaydım 1 ildən sonra qiyməti geriyə gedəcəkdi. Amma aldığım evlə 2 dəfə çox pul qazanmış oldum. Əfsuslar olsun ki, yaşadığımız ölkədə insana sürdüyü maşına, onun nömrəsinə, telefonuna, evinə və geyiminə görə qiymət verirlər. Biz də cəmiyyətin bu adəti ilə ayaqlaşmağa çalışırıq. Maşın alan dostum deyir ki, sənin ağlın yoxdur, ev tikdirirsən, kreditə mənzil alırsan, maşınının bahalısını al sür. İnsan 300-500 minlik avtomobil sürə bilər. Əsas onun içində kimin olmağıdır. Sən 500 minlik maşın sür, mən 20 minlik Hyundai sürüm, sən o maşından düş, mən də Hyundai'dan. Gör, kim hörmətli qarşılanacaq. Pulun varsa ən yaxşı maşını al. Dostumun evi yoxdur, kirayədə qalır, ancaq aylığı 5-7 min krediti olan maşın götürüb. Bu hansı məntiqlə doğrudur deyə Kamil Zeynallı bildirir və əslində kifayət qədər haqlıdır Kamil bu fikrində və doğrudan da ümumiyyətlə hesab edirəm ki, mənzil daha önəmlidir. Yəni istənilən bir şəxs üçün